Hər iki komandanın oyunçusu top uğrunda mübarizə aparmaq üçün havaya qalxır. Neftçinin futbolçusu topa toxunmazdan əvvəl əlindən qeyri-qanuni şəkildə istifadə edərək rəqibin üz nahiyəsinə dirsəklə zərbə endirir. VAR mümkün penalti epizodu ilə bağlı hakimi monitora baxmağa dəvət edir. Hakim epizodu izlədikdən sonra düzgün qərar verərək penalti təyin edir. Hakimlər Komitəsinin epizodla bağlı şərhi belədir. Oyunçu mübarizə zamanı əl və ya qolundan rəqibə qarşı qeyri-qanuni şəkildə istifadə edərsə, bu hal qayda pozuntusu və intizamsız davranış kimi qiymətləndirilir.